Qarnası yollamışam Kamala, get anamdan bax. Get gəlir ki. Da mən gedə bilmirəm. Deyir, Ayşə, sən nə gəlmirsən? Ay, mən o səbəb getdim, bana. Gözün qapısına itməm. İtməm, mən bilmirdim. 2 gündür qapıdan tutulur, pek bunu edirsən. Mən boyundaydım, mən də yarım qatım. Bir tane desin, birden kimi bana, korktum da. Gittim eve, bana hiç ben tanımadım. Hiç kimi sabah kimi uğradım, canavar kimi. Adam değil mi? Lazım değil akım. Aynen, göresen ne var, ne tanı, ne sen bir yoluna koyalım değil. Ha, iç sesi. Aha, 100% itlə Nərbala boğuşur. Ha Qədir, niyə elə deyirsən, hə? İtdi də, yəqin çöldə ilandan qurbağadan əsi görüb. Nə, ilan qurbağına da ötən mən 100.000 manat pul xərcləmişəm. O ya delifin ətini işləyə bilər, ya da ki, Nərbalanın ətini. Əhəlləşdirmişəm onu, o bilir. Ay Qədir, deyirəm bəlkə bunları barışdıraq, hə? Nə deyirsən? Qohum əqraba gəlir, gedir. Vallahi ayıbdır. Hələ bir cür fikirləşir ki, görən bu uşaqların atası, ata-babası, ata-nənəsi kimdir? Niyə gəlib getmirlər? Heç kim uşaqların atasının üzünü görməyib. Mənə heç kim maraqlı deyil. Hadi ay papa, mama düz deyir də, bəlkə barışaq. Həm də ki, onsa gec-tez barışacağıq da. Bugündən sonra da mən 2 uşaqla təzədən ərə gedəsi deyiləm ki. Qızım, o Nərbalanın hərəkətləri məni yandırıb. Mən düz 3 ay zavodda fəhlələri işlətdim, onlara maaş vermədim. Həmin o pulu götürdüm, getdim İsveçrədə. Qızıl bülbüllü saat yığdırdım. Hər saatın tamamında bülbül çıxırdı, cəhcəh vurdu gir içəri. Bunlar neynərlər yadımda? Gecə ilə bizi yatsırdılar. Götürdü o qızıl bülbüllü saatı oğradı, getdi şamamaya qızıldan diş koydurdu. Məni o qızıldan diş yandırmır. Məni bir səndə yandırır. O ki bülbülün yerinə ölü sərçə qoydu ya ora. Məni o yandırır. Ölü sərçə. Ölü sərçə. Papan düz deyir. Düz 2 ay evdən o ölü sərçənin iyi getmədi. Gələ. Qədir, bir dəqiqə dayan ha. Dədəmi tək görməmsən, onun arxasında dağ boyda oğlu var. Dağ boyda, sən onun arxasında dayananda görsənmirsən, dağ boyda. Sən bu nədən? Qədir, sana bir diş ataram, it kim ulayarsan ha. Ulan